İndi Lalə müəllimə başlayaq. Səsli format. Sualımız harda varsa oradan deyək, yoxsa qalan yerdən davam edək. Yox, qalan yerdən davam edeyim. Mən işləmişəm o stolları. Arada nələr qalıbdı işləmişəm. Yaxşı müəllimə. Çox heyf, çox heyf. Heyf ki, göküm işləmişdim, heyf oldu. İndi müəllimə baxaq əmiyyədən. Səsin içində qalmışdıq sizinlə. 80 nədə? 82 idi, 83 idi belə. Onda baxın, harda qalmışdıq, oradan gedək də. Bu neçəncidir? Bu sahədir bu heç. Görürsün, hamısını işləmişim, bax görürsünüz. Bir şey qalmayıb. 2-3 dənə mövzu qalıb, ondan sonra da ancaq sınaq işləyərəm. İnşallah, müəllimə, çox şey qalmayıb. Bax, hənəsi qaldı əsas. Sizdən düzdür? Baxaq müəllimə, deməli 82-dən başlayaq, sizdən istəyirik. Hələ burada qalmışdıq, yadıma gəlirdik bunda. Bəli, onda qalmışdıq. Onda qalmışdıq. 80-də başlayıq, 80-də davam edək müəllimə, göküm yazmışdım, çox heyif. İndi gəl müəllimə, harada qalmışdıq, oradan davam edək. Deyir ki, düzgün 5 bucaqlıda BM üstə gələk M-in 12-dir. Buradan qeyd edeyim, BM üstə gələk M-in. N buradadır, M də buradadır. BM üstə gələk MN 12'dir. Keçən demişdim, yarımçı qalmışdı. Buradan belə çəkirik müəllimə. Düzdür. Bura nə olur? Düz bucaq olur. Çünki bura düz bucaq olduğuna görə. Digər tərəfdən bura bərabər yan olduğuna görə bu həm də nədir? Hündürü həm də nədir? Mediandır. Bu zaten median idi. AN. Düzdür. Yox, BN. BN zaten medianıdır. İki medianın kəsdiyi nöqtədə burada. Düzdür. Medianların kəsmə nöqtəsində qaydayı görə bildik ki, nədir? Təpədən başlayaraq 2'nin 1'ə nisbətindədir. Yəni, bura x-dirsə, bura 2x-dir. Düzdür, müəllimə? BM görürsünüz 2x-dir. M'in də x-dir. Bərabər 12. 3x bərabər 12, x bərabər 4. Bizdən soruşur, nəyi soruşur? Baxın. BM'i. BM də 2x-dir. Görürsünüz, müəllimə? 2x-dir. 2'ni də vuruq 4'ə, o da 8. BM olacaq 8. C variantı. Növbəti 81-ci sual. ABC'de kvadrat olarsa verilənlərə əsasən MD'nin uzunluğunu soruşur bizdən müəllimə. Bu neyini biz bax kvadratın neyini çəkirəm? Diagonalını çəkirəm. Çəkdiyim təbii ki yarısını çəkirəm. Perpendikulyar. Buna deyirəm nə? X. Düzdür müəllimə? Axı burada diagonal neyini yarıya bölünür? Onda burada x olmalıdır. Bax bu hissədə x olmalıdır. Onda buraya yazıram x çıx 2 yaza bilərəmmi? Bax bu hissəyə. Toplam x olmalıdır. İndi burada düzbucaq olduğuna görə bu düzbucaq üçbucaqdan yazıram x kvadratı plus x minus 2'nin kvadratı bərabər 2 kök 5'dir də. 2 kök 5'in kvadratı neçə edir müəllimə? 4'dən 5'in 20. Buradan alıram ki, bunu açanda olur nə? X kvadratı üstə gələk x kvadratı minus 4x plus 4. 20'ni də keçirdim sola bərabər 0. 2x kvadratı minus 4x minus 16 bərabər 0. X kvadratı 2'ye böldüm. Buradan da vuruqlarını ayırıram. X çıx 4 nə? X plus 2 düzdür müəllimə? Buranda 8 çıxanda 2, 4 nə? 2'dir. Təbii ki 4'ün işarəsini götürürük. Çünki böyük işarəsini götürürük. X mənfi 2 olmaz. X bərabər 4 olacaq. X 4'dür. Bizdən soruşur nəyi? MD'ni. MD bax buradır. Bax müəllimə. Bax burada MD. Görürsünüz? X 4'dür. Burada 4'dür. Burada neçədir? 2'dir. 4 ilə 2'nin cəmi toplamda olacaq neçə? 6. Sonra neydik? 82. O da onun nədir? Qonşusudur. Eyni şey mən buradan bir çəkdim. Diagonaldır. Diagonal bütöv verilib bizdə neçədir? 24 düzdür. 24'ün yarısı neçə edəcək? 12. Bax buradan buradan 12'dir. Onda bir çıxı 21 olmasın. Burada 9 olacaq. Bura. Bizdən soruşur buranı. Pifagorla 12, 9 avtomatik buranı tapırıq neçə? 15 artıq əzbərləmişdi. Onlar düzdür. Davam edirik. O birisində deyir ki, trapeziyanın orta xətti böyük oturacağının 88%'dir.
Kiçik oturacağın uzunluğu böyük oturacağın uzunluğunun neçə faiz qısadır? Faizdən başqa işin yoxdur. Onu götürün 20 trapesiya çəkirik bir dənə. Orta xətti böyüyün nə idi? 88 faizidir. Böyüyə deyirəm 100, orta xətt olacaq 88, onda kiçik olacaq neçə? 76. Deyək kiçik böyüdən neçə faiz nə qədər azdır? 24%. 24. 84'te diyor ki ABCD trapeziyasının orta xətti MN'dir. Təbii ki, nə deməkdir bu? A üstə gələk B bölü A üstə gəl C. Oturacaqlar A'nın C'dir. A üstə gələk C bölü 2 bərabər B'dir. Düzdür müəllimə? Buradan Hə, alır ki A üstə gələk C bərabərdir 2B'yə. Buradan yeniləm. 5'i çıxaram kənara. A üstə gəl C çıx 3B. Bərabər 21 deyirdi. Bunu da yerinə yazıram nə? 2B. Olacaq 10B çıx 3B bərabər 21. B bərabər 21 ise 21 7 3. B 7'dir. Bizden soruşur neyi? M'ni yani B'ni. 7 yok da. Yok 3. 7 nedir? 3. Növbəti deyir ki ABC trapeziyasının yan tərəflərinin uzunluqları müəllimə başa düşməsəniz soruşun. ABC trapeziyasının yan tərəflərinin uzunluqları 12'dir və 9'dur. Oturacakları 7'dir və 22'dir. Bu trapeziyanın hündürlüyünü soruşur bizdən. Buradan çəkdim hündürlüyü müəllimə. Bax, bizdən soruşur bunu. Bunun en yaxşı yolu nədir müəllimə? Bax, buradan mən yine paralel çəkirəm buradan. Ya da bu birisine paralel çəkim də bu tepeden. Gəlin buradan biri paralel çəkirim. Nəyə? 12'ye paralel çəkirəm. Onda bura olacaq 12. Düzdür müəllimə? Bura hə, 7 olduğuna göre burada 7 başqa olacaq. bir 7 olacaq. 22'den 7 çıxanda bura neçə olacaq? 15. 15. 9, 12, 15 nə tərş bucaqdır bu müəllimə? Düzbucaqlı. Demək, bura düz bucaqdır. Belə çıxır ki, mənim bax bu hündürlük olacaq həmin bax bu düz bucaqlı bucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü. Düz bucaqlı bucaqda düz bucaq təpəsindən çəkilmiş hündürlüyü tapmanın da qaydasını bilirik. Katet vurulsun katet bölünsün hipotenus. H bərabərdir. Katet yəni 9 vurulsun o biri katet bölünsün hipotenus. Buradan da 3'e xısar yaparsam bu da 4 qalacaq. 9 və 4'ün 36 böl 5. O da 7 onda 2 edir mi müəllimə? Bəli. Növbəti sualımız 86-cı sual. Deyir ki, baxın görün nə deyir. Deyir ki, MK M'in orta xətti. MK 3x'tir. KL 2x'tir. Təbii ki, burada 3x olacaq. Düzdür müəllimə? Eynidir axı. Hə, Bizə deyir ki, AD çıxılsın BC. AD ilə BC nədir? Oturacaqlardır. Oturacaqların fərqini verib bizdə 12. Biz də bilirik ki, orta xəttin bax bu diaqonlar arasında qalan bax bu hissəsi oturacaqların fərqinin yarısına bərabərdir. Yəni bu 2x oturacaqların fərqinin, yəni 12'nin yarısına bərabərdir. Alırıq ki 2x bərabər 6. diaqonlar arasında qalan bax bu parça mənim oturacaqların fərqinin yarısına bərabərdir. Bəli, 6x bərabər 3 olacaq. Bizdən soruşur MN-i. MN də gördüyünüz kimi neçə x-dir müəllimə? 8x-dir. 8-də vuram 3'e 24 olacaq. Düzdür? Hə, Demək, MN olacaq 24. Növbəti 87-ci sual deyir. Diagonal yan tərəfinin perpendikular olan bərabər yanlı trapeziyanın hündürlüyü 6'dır. Gəlin müəllimə bir dənə bərabər yan trapeziya çəkirik. Hansı ki diagonalı yan tərəfinə perpendikulardır. Yan tərəfinə perpendikulardır. Yəni bura 90'dır. Hündürlüyü 6'dır. Həmərdən çəkirik. Düz bucaq təpəsini çəkirik. Buranın 6. Kiçik oturacağı 5'dir müəllimə. Onun deyir ki, böyük oturacağın uzunluğunu tapın. Mən bura x deyirəm. Təbii ki, bura nə olacaq? 5 üstə gəl x olacaq. Niyə müəllimə? Çünki bərabər yan olduğuna görə baxın müəllimə. Mən buradan da 5 çəksəm, yeni qaydan çəksəm. Bax, bura bəli. 5 olar, bura da x olar. Ona görə bura nə deyib? Bütöv. Onları yazmıram. Qarşıya düşməsin deyib mən. Bura 5 üstə gəl x deyib müəllimə. Demək, buradan alalım ki, bax bu düz bucaqlı bucaqdan, bax bu düz bucaqlı bucaqdan düz bucaq təpəsində çəkilmiş hündürlük bildik nəyə bərabərdir? Hündürlüyün kvadratı, yəni 6'nın kvadratı. Bölündü Bax, hissələrin bax arasında. bunlar nə? Ay sağ ol. 5 üstə gəl x-lə, x-in hasilində bərabərdir. Buradan da alalım ki, x vurulsun 5 üstə gəl x
36'dırsa buradan baxan kimi ikisinin 4 olduğunu görəcəyik. Düzdür müəllimi? Hə. Böyük olacaq sorusu bizə də 5 üstə gəl 2x'tir. Yəni 5 üstə gəl 2 dəfə 4'ün 8'dir. O da 13 olacaq. 88-ci sualda deyir ki, oturacaqları 7 və 15 olan trapeziyanın, gəlin çəkək, deməli qırmızını yox, göylə çəkim. Oturacaqları mənimə çəkilibdən trapeziya, oturacaqlar 7'dir və 15'dir. İti bucağının tənbölənləri kiçik oturacaq üzərində kəsişir. Buradan bir tənbölən çəkdim. Buradan bir tənbölən çəkdim. Bunlar gəl harda kəsişir müəllimə? Kiçik oturacaq üzərində, yəni burada. İndi tutaq ki, bura orada tənböləndə alfa alfa. Çarpaz olduğuna görə burada alfa olacaq mı müəllimə? Hə, yanlar 7 olur. Yox, yanlar 7 deyil. Bura bütöv 7'dir. Bura Hə. olsun tutaq ki A, onda bura olacaq A. Eyni qaydan burada beta beta olduğuna görə, çarpaz olduğuna görə burada betadır. Onda burada olacaq nə? Bura B ise burada B'dir. Yəni anlam ki, bax burada A ilə B'nin cəmi 7, düzdür müəllimə? Hə. Bizə deyir trapeziyanın perimetri. Perimetrdə baxıram ki, 1A burada, 1A burada, yəni 2A. 1B burada, 1B burada, 2B. Bir de aşağıda 15 var. Buradan da A üstə gəl B'nin 7 olduğunu nəzərə alsa, bura olacaq 14. 14 ilə də 15'in cəmi 29 olmalıdır. B variantı. Növbəti sualımız, mesajlar imkan vermir ki. Növbəti sualımız 89'uncu sual. Oturacaqları 4 və 6 olan bərabər yanı trapeziyanın daxilinə çəkilmiş çevrənin, yəni bir çevrə çəkək. Hansı ki bərabər yanı trapeziyanın daxilinə çəkilmişdir. 1, 2, 4 bucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabər olacaq. Düzdür müəllimə? Bura 4'dür, bura 6'dır. Onda belə çıxır ki, yan tərəflərin cəmi də 10 olmalıdır. Onda bərabər yan olduğuna görə 5-5 pay verir. Hə. Düzdür müəllimi? Sonra Hə. bizə deyir ki, yan tərəflərin toxunduğu nöqtələr arasındakı məsafəni, yəni bax bu nöqtələr arasındakı M və N arasındakı məsafəni soruşur bizdən. Belə olanda şimdi müəllimə, bax belə çəkin, baxın. Belə çəkin sizdə. Bura 4'dür, bura 4'dür, onda burada 2'dir. Düzdür müəllimə? Bəli. Bir dənə bunu da tapa bilsəm, qəşəng olacaq, doğru. Bəs bunu necə tapım? Bunu tapacağım, bax bu üç bucaqdan. Baxın müəllimə. Axı bu bərabər yanılır, burada 4'ü yarı bölür, bura 2'dirsə, burada 2 olacaqmı? Eyni qaydayla bütöv 6 idi. 6'nı bax burada yarı böldü. Yarı böldü burada, düzdür? Bax burada. 3 buradırsa, onda burada 3 olacaq. Düzdür müəllimə? Bəli. İndi biz bura bax bu üç bucaqla, bax səhv pis çəkdim. Biz baxacağıq bax bu üç bucaqla müəllimə. İçindəki bu balaca yaşıl üç bucağa. Bunlar oxşardır axı. Oxşar olan yine uyğun tərəflərin nisbəti bərabər olur. Yəni 2'nin qarşısında durub x. Yazıram 2 böl x. Bərabər bura bütöv necə 5 idi də. 5 bölünsün, burada da uyğun tərəf 2'dir. Buradan anlam ki x bərabər çarpaz buranın 4 bölünsün 5. 0,8 oldu mu müəllimə? X 0,8, bu da 4. Toplam oldu necə? Emin 4,8 olacaq. Çox vaxt ki versin müəllimə, neyinirik? Çox vaxt belə paralel çəkirik. Həmişə yox, amma çox vaxt. Bildik müəllimə hardan aldığını. Növbəti sual 90-cı sual. Deyir, trapeziyanın diaqonalları qarşılıqlı perpendikulyardır. Bilirik ki, trapeziyanın diaqonalları qarşılıqlı perpendikulyardırsa, onda diaqonalların kvadratlarının cəmi Rombdur da bu. Bu düsturdur müəllimi. Hə. Bərabərdir buna. Və yaxud da A üstə gəl B-nin 2M olduğunu bilirik də, düzdür, orta xəttin iki mislidir. D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabər. Bunu 2M olanda 4M kvadratında bərabər olacaq. İndi deyək ki, qarşılıqlı perpendikular olduğunu bu düsturdan istifadə edəcəyik. Orta xətti yəni 13'dür. Bir diagonalı 10'dur. Digər diagonalını soruşur bizdən. Yazıram D1'in kvadratı, ikinci diagonal 10'dur 100. Beraber 4 vurulsun 13'in kvadratı yani 169. D1'in kvadratı beraber 4 vurulsun 169. Çıxılsın 100'ü de yazacağım 4 vurulsun 25. O da beraber 4'ü çıxardıq kenara. 169'dan 25 çıxanda 144.
Onda D1 bərabərdir. 2 vurulsun 12, yəni 24. İkinci diagonal neçədir müəllimə? 24. Başa düşdük də müəllimə, düzdür? Hə, Bu düsturda apardım, yerinə qoydum. Aslında olsun deyim, bunu vurmadım. Əksinə bunu 4 vur 25 yazdım. bildim. Hesablama asan olsun diye. Növbəti 91-ci sualı deyir ki, bərabər yan trapesiyadır. Yəni oturacaq iki bucaqlar bərabərdir. Burada deyirəm x, onda bura olacaq nə? 18 üstə gəl x, çünki bərabər yanlıdır axı. Burada düz bucaqlı üçbucağın iti bucaqlardır, düzdür müəllimə? Bəli. İti bucaqların cəmi neçə olur? 90. 90. Onda x bərabər 90'dan 18 çıxdım 72, 72'ni də 2'ye böldüm 36. Bizdən soruşur CAD-ni, yəni x-i, o da 36 olacaq. Növbəti 92-ci sualda deyir ki, çərgə salaq buranı. Deyir ki, bərabər yan trapesiyadır. Yenə müəllimə, deyir ki, A-nın tangesini tapın. Bərabər yan trapesiya A-nın D-nidir, düzdür müəllimə? A bölük değil mi? Ben D'ni götüreceğim. A'nın tangesini, yani D'nin tangesini götürerek. Niye? Çünkü beraber yanlıdır. Tangesini tapmak için ne edeceğim ben? Buradan bir hündür çekeceğim. Beraber yan düz bucaklı, beraber yan trapeziyada kör bucak tepesini çekilmiş hündürlüğün böyük oturacaktan ayırdığı bu böyük parça orta xəttə beraberdir. Eğer oturacaklar 25 ve 7 ise orta xətt neçə olacaq? 38. Yox. 16 olar. Hə, 16. Səhv topladım. Ha. Onda 25'den 16 çıxanda bura 9, düzdür müəllimi? Bura h deyirəm. Düz bucaq tepesini çekilmiş hündürlüğün kvadratı hipotenuz üzerindeki parçaların hasiline bərabərdir. Buradan h bərabər 4 vur 3, yəni 12 olacaq mı müəllimi? Bəli. Tanges tapmaq üçün tanges D bərabərdir. Qarşı katet bölünsün bitişik katet, yəni 12 böl 9, 4 böl 3. Yoxdur. Onda bu bucağı soruşur. Səhv yazılır. Onda tangens bərabərdir 12 böl 16. 12 böl 16. 3 böl 4. Yəni 0,75 cevap bakın görmedim, onu götürürlər. O da buna kaçtı etdi. Neçənci suallar mı? Bu necə oldu mənim? İtdi batdı. Bu 92-ci sualıydı. Bura 16 oldu, bura 9 oldu, bura 12 oldu. Bunu əgər A'nı soruşdu, D'ni tapırdıq. O da 4 bölü 3 idi, amma deyəsən onu tapmayıb. Bu birisini tapıb. C yazılır. Hə. Hangi A yazmama müəllimə? A bu A'nı deyir, ha, səhv yazılır orada. Əslində A bütöv bucaq olmalıdır. Orada səhvlik gedib. Deyib. Tirdim yeni. Səhifə 264. Tapacağım indi müəllimə, narahat olmayın. Deməli, harda qalmışdıq? 92-ci sualda. 93. 93 bunlar yazmış, bunlar hiç. 93. Bunda yazdık. 92. 92'ni yazdık. Keçək öbürsünə. Bunlar şərikə salım. 93'te ne diyor? Diyor ki diagonalları karşılıklı perpendiküler olan beraber yanlı trapeziyanın oturacakları 8 ve 12'dir müəllime. Eğer beraber yan trapeziyada diagonallar perpendikülərdırsa, onda orta xətlə hündürlük birbirine beraber olur. Bize oturacakları verir 8 ve 12. Onda orta xətt olacaq neçə? 10. Onda hündürlük de olacaq da 10. Beraber yan trapeziyada diagonallar perpendikülərsə, orta xətt hündürlüğe beraber olacaq. Növbəti 94. Diagonalları karşılıklı perpendiküler olan düz bucaqlı trapeziya. Biz yada salaq müəllim. Əgər düz bucaqlı trapeziya diagonallar perpendikülərdırsə, iki tane düsturu var onun. Bax, bu H'dır, bu A'dır, bu B'dir. Bu bir diagonaldır, bu da bir diagonaldır. Əgər diagonallar perpendikülərsə, A vurulsun B beraberdir H kvadratı.
A bölünsün B beraberdir. D1 bölünsün D2'nin kvadratı. Bak bu iki disturdan istifadə edirik. İndi bize deyir ki karşılıklı perpendikülərdə oturacaqlar 8 ve 18'dir. Yani bura 8'dir, bura 18'dir. Onda buradan alacağım ki h kvadratı beraber 8 vur 18 yani 144. O da olacak neçə? 12. 12. 12 oldu müəllimi. İndi bizden soruşur deyir yan tərəfini. Yan tərəfini tapmaq üçün buradan hündürlük çəkəcəyik. Əlbəttə ki, düzbucaqlı trapesiyaların 99%'ində kör bucaq təpəsində hündürlük çəkirik buradan. Buradan alınan belə. Bura 8 olduğuna göre bura 8 olacak. Onda bura qalır 10. Burada 12 olduğuna göre burada olacak 12. Bak bu düzbucaq düzbucaqdan Pifagor teoreminden tapacağıq neyi? 10, 12 yan tərəfini. 10, 12. 10, 12 ne olur müəllimi? 100, o da 144. 244 neçə çıxmır axı? Hə, Hmm. yox, kiçik yan tərəfini soruşur. Kiçik yan tərəfi ilə 12 də. Tapdıq da Bu da elə. hündürlük. Hə, kiçik yan tərəfi ilə hündürlükdə D variantı. Yan tərəfi yox, kiçik yan tərəfi soruşur. Yəni 12'nin özü. Bildiyim müəllimi? Hə. Növbəti 95 deyir ki, BS 5'dir. MO 3'tür. AD'ni soruşur bizden. Bunu bizim müəllimi hansı düsturdan istifadə edəcəyik? Baxın, belə, bax, bunlar paralel çəkilir, belə. Bax, belə. Bu A, bu B, bu da kəsməsində olan nə? C. X olsun qoy. Bax, bu ortadakının nəyi? Tərsi, bərabər kənardakilərin tərslərinin cəmi. Bax, bu düsturdan istifadə etmək çox sərfəlidir. İndi bizdə baxın, müəllim, həmin şeydir. Fikir verib buna. Baxın. Eyni şeydir. Sadəcə bu profildən baxırıq da, böyürdən. Baxın, görürsünüz, bu profildən baxırıq. Ortadakinin tərsi, yəni 3'də 1 bərabər 5'də 1'dən x'də 1'in tərsi. 5'də 1 üstə gəl x'də 1. Buradan 1 bölü x bərabər 3'də 1'dən 5'də 1 çıxanda 15'də 2. X'də bərabər 15 bölü 2, yəni 7 onda 5. Buna çox yer istifadə edeyim müəllimə bu qaydanı. Sonra bu üstündə deyir ki 96'da çevrə daxilində çəkilmiş düzbucaqlı trapesiyanın oturacaqları çevrə daxilində çəkilmiş düzbucaqlı trapesiyanın demək çevrə daxilində çəkilibsə qarşı tərəflərin cəmi bərabər, daha çəkmirəm onu. Oturacaqlar neçədir müəllimə? Düzbucaqlı trapesiyanın oturacaqları 3 və 5'dir. Sonra deyir ki onun hündürlüyünü tapın, gəlin tapaq. İndi bax bura olsun h. Buradan çəkdim, burada h. Bura 3, bura deyirəm nə? 2. Düzdür müəllimi? Hə. Buraya yazıram, tutaq ki A. Daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabər olmalı. Yəni h ilə A-nın cəmi 3 ilə 15'in 15 deyil bu müəllimi. 12 olacaq burada. 3 ilə 15'in cəmi olmalıdır. Yəni neçə? 18 olmalıdır. Digər tərəfdən, bax bu düzbucaq üçbucaqdan müəllimə burada A nədir? Hipotenuzdur da. A kvadratı çıxılsın h kvadratı bərabər 12'nin kvadratı olur mu müəllimi? Burada düzbucaq daxil. Burada 12 idi. 12 idi də. İndi gəlin bunun vuruqlarını ayırım. A üstə gələk h. A çıx h bərabər 18. Bunun 18, 144. Bunun 18 olduğunu nəzərə alsam, alıram ki A üstə gəl h 18 idi. A çıx h-la bərabər 144 18'e bölündü 8. Bizdən hündürlüyü soruşur. Ona görə də yuxarıdan aşağıdan çıxıram, tərəf-tərəfə çıxıram. Bunlar gedir, qaldı 2h bərabər 10. H-la bərabər 5. Heç də çətin deyil, görürsün müəllimi. Sadəcə onları bilmək lazım ki, qarşı daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir. Növbəti məsələ. Deyir ki, 97 deyir ki, A5'in düzbucaqlı trapesiyadır. Yəni düzbucaqdır bunlar. Bu da perpendikulyardır. Həm də mediandır, görürsün. Həm də orta nöqtədir. Orta nöqtə olanda ya median çəkirik müəllimə, ya da ki, orta xətt çəkirik. İndi burada deyir ki, verilən əsas CD-ni soruşur bizdən, CD-ni. CD-ni soruşur. Gəlin bu bir çəkimi ki, bərabər yan olduğunu görün.
Peki başka cür gedək. Yaxşı, belə görək, gedək. Qırmızı forma çəkeyim də bir dənə buradan daxmayın. Bura orta nöqtə. Bunu hündür, həm də hündürlükdə. Yəni bunu bərabər yanlış bıçaq çəkəcəyik, bəli. Həm median, həm hündürlükdə bərabər yanlış bıçaq əmələ gətiririk. Onda beləcək ki, bura 15 olacaq. Düzdür müəllimə? Onda bura neçə olacaq? 12 olacaqmı? 12 olacaq. Bizdən soruşur nəyi? 15 hardan tapdın? Bura 15 olduğuna görə bərabər yanlı daxı müəllimə. Hə. Əgər bir bıçağın həm hündürlükdür, həm də mediandırsa, onda bərabər yanlış bıçaq olacaq. Yəni bura 15 isə burada 15 olacaq. Avtomatik burada 12 oldu. İndi müəllimə nə edirik? Gəlin baxaq. Buradan belə hündürlük çəkəcəm belə. Buranı tapmışam axı 12. Hə. Düzdür? Burada 9 olduğuna görə burada 9 olacaq. 15'dən 9 çıxdım, bura qalacaq neçə? 6. Al. İndi bax bu düzbucaq üçbucaqdan bizdən soruşur CD-ni də. X. X kvadratı bərabər 12'nin kvadratı plus 6'nın kvadratı da bərabər. 6'nın kvadratını çıxarsam kənara. Bu 6 vurur 2 idi axı. 4 üstə gəl 1. Yəni 36 vur 5. Ondan da 6 kök 5 çıxırdı. Düzdür müəllimə? Hə. Növbət 98-ci sual. 98'de baxın nə deyir? Deyir ki, trapeziyanın diaqonallarının kəsişmə nöqtəsi oturacaqlardan 4 və 6 məsafədədir. Gəlin bir dənə trapeziya çəkirik, keçin bir dənə trapeziya. Trapeziyanın diaqonallarını çəkiriksə, orada nə alınır müəllimə? Həmişə oxşar üçbucaqlar alınır. Yəni bax, bunlar bir-birinə nə olacaq? Oxşar olacaq. Diaqonalların kəsişmə nöqtəsindən, yəni buradan tərəflərə qədər, oturacaqlara qədər məsafə 4 və 6'dır. Onda bura 4x, bura 6x olacaq oxşar olduğuna görə. Oturacaqların fərqi ixtisar apara bilərdim. Yəni bura 6'dır. Yəni 2x, 3x də yaza bilərdim. Oturacaqların fərqi 8'dir. Yəni 6x-dən 4x-in fərqi, yəni 2x 8'dir. Onda x neçə olacaq? 4 olacaq. Onun orta xəttini soruşur. Orta xəttdə oturacaqları 4x-in, 6x-in cəminin yarısı. Orta xətt olacaq nə? 5x. 5, 5'də vurdun 4'ə 20. Oxşar üçbucaqların tərəfləri uyğun elementlərinə mütənasibdir. Yəni hündürlərin nisbəti, medianların nisbəti, tərəflərin nisbəti, perimetrlərin nisbəti hamısı bir-birinə bərabərdir müəllimə. Oradan aldıq bunu da. Davam edirik. 99'da deyir ki, ABC'li trapeziyasının oturacaqların uzunluqları 6 və 16'dır. 6 və 16'dır. Oturacaqlara paralel olan emin parçası yan tərəflərdən emin parçası yan tərəfləri təpədən başlayaraq 2'nin 3'ə nisbətində bölür. Emin parçasının kiçik qiymətini, yəni yuxarıdan çəkin belə. Yuxarıda olanda kiçik olur, aşağıda olanda böyük olur axı. M, N. A, B, C, D. Təpədən başlayaraq 2'nin 3'ə nisbətində, yəni bu 2x, burada 3x, düzdür müəllimə? Hə. Bizə deyir ki, emin parçasının kiçik qiymətini, emin tapında. Burada da belə paralel çəkirik yenə. Bura 6'dır, bura 6'dır. Onda bura qalır neçə? 10. Düzdür müəllimə? Hə. İndi nə edir? Burada bax, bu böyük bucaqla içəridəki yaşıl bucaq bir-birinə nədir? Oxşardır. Gəlin, bura y deyirəm. Onun y-ə nisbəti bura bütöv 5x-dir də. 5x-in 2x-ə nisbəti. X-lər də gedir. Y bərabər 4 qalır. Düzdür müəllimə? Hə. 4, bəli. Bizdən soruşur emeni. Emen də 6 bu, 4 də bu, toplam 10 olur. 6 bu, 4 də bu. 10. O da variantı. Növbəti testimiz. Bunun bu tərəfini yaxşı görə bilmirəm. Müəllimə kömək edin mənə. Yan tərəfə biçik uzaqdan bölənləri 10'dur bu. 12. 12 və 16. Hə. Deməli, trapeziyanın söhbət gedir.
Yan tərəfə bitişik tənbələnən, yan tərəfə bitişik bucaqların tənbələnən çəkdiyi müəllimi. Onda bura 90 olur. Niye? Çünkü yan tərəfə bitişik bucaqların cəmi yüzeyinin olduğuna göre 90 derece olacak bu. Biri 12, biri de 16. Onda bura olacak 20. Trapezyen hündürlüğünü tapın. Bak bunlar tembellenlerdi. Alfa alfa. Beta beta. İster paralelogram olsun müəllime, ister de paralelogram olsun, ister trapezya. Eğer tembellerin kesme nöqtəsi varsa hündürlüğü həmişə buradan çekirik. Belə. Hı. Niye böyle çekirəm? Bak burada orta olur. Çünkü tembelen olduğuna göre. Niye buradan çekerim? Çünkü ben buradan bak bir hündürlük çeksin bak müəllime. Bak bu tembelendir. Bunun üzerine götürmüş nöqtədən bak burada çekilmiş hündürlüklə bu tarafa çekilmiş hündürlük birbirine beraber olur. Şimdi bakın tembelendir ki verin müəllime. Bu tembelendir. Buradan hündürlük çekmişimsə bura x'dir. Buradan çekeceğim bu da x olacak. Aynı şeydir. Aynı qaydan bu da x olacak. Aynı şeydir üçü de. Çünkü bu da tembelendi ona göre. Şimdi müəllime gel bak bunu x tapsam gel ben bak bu üç bucaqdan, kırmızı üç bucaqdan. X tane düz bucaq təpəsini çekilmiş hündürlüktür də. Katetlərin hasilinin hipotenuza olan nisbəti. O da beraber tam x'e gitmir de gel bunu 2 yaparım. Burada 10 kalsın. Burada 6. 6'nın 16'ya vuranda 96. 96'da 10'a bölende 9 tam onda 6. 9 tam onda 6 hündürlüğü de 2x'tir. X oldu 9 onda 6 müəllime. Hündürlüğü de 2x'tir. Yani 2 vurulsun 9 onda 6. O da 18, 19, onda 2 olacak. 19, onda 2 yakın budur. Düzdür müəllime? Demek ki tembelin kesmesine hündürlük çekende bir şey etmeyin. Bak bir çekin çünkü bundan eğrisi de birbirine beraber olur. Növbəti testimiz 101. Yer çevre daxilına çekilmiş beraber yan çevre daxilına çekilmiş beraber yan trapezyanın Oturacaqları. oturacaqlar 4 ve 16'dır. Uzunlukta olarsa onun hündürlüğü hansı uzunlukta olar? Çevre daxilinə çevre çekilmiş. Yok. Trapezyan daxilində çevre var. Trapezyan daxilində çevrədir müəllimi. Deyir ki onda qarşı tərəflərin cəmi bərabər olacaq təbii ki. Bərabər yanlı deyir. Bura 4, bura 16'sı yan tərəflər olacaq 10, 10. Düzdür? Bəli. Deyir ki uzunlukta olarsa onun hündürlüğü hansı uzunlukta olar? Gəlin hündürlüğü çəkdim buradan belə qəşəng. Demiştim ki bərabər yan trapezyada bu böyük açığın ayırdığı parça orta xəttə bərabərdir. Orta xətt neçədir? 10'dur. Onda bura qalacaq 6. Pifagordan bura 8 olacaqmı? Bəli. Hündürlüğü oldu 8. Növbəti 102. sual. Neçəsini çatdıra bilərsən müəllimə deyərik onu. Deyək ki düzgün çox bucaqlıda biraz böyük çəkim. Düzgün çox bucaqlı mərkəzdir müəllimə. Bax bu xarici çəkilmiş çevrənin radiusudur. Çünki təpədən keçir axı xarici çəkilmiş çevrə. Bu da daxil çəkilmiş çevrənin radiusudur. Çünki bu da nədir? Daxil toxunuş gedir ona görə. Deyək ki xarici bucağı alfadır. Xarici bucağı alfadırsa müəllimə bunda daxili bucaq neçədir? 180 çıx alfa. Bəli. Bu da erdə daxili bucağı yarı bölür. 180 çıx alfanı yarı bölür. O da 90 çıx 2 alfa. Alfa bölü 2 kalır. 90 çıx alfa bölü 2. Onda burada alfa bölü 2 olacaq. Çünki üç bucağın eti bucaqlarının cəmi 90 dərəcə daxil ona görə. Bəli. Düz bucaq, üç bucaqda. İndi bura mən baxıram, bax bu üç bucaqdan baxıram müəllimə. Oradan baxmayın. Qəşəng çəkim qoy. Bax bu yaşlı üç bucağa baxırıq. Bucaq neçədir? Alfa bölü 2'dir. Kosinus alfa bölü 2. Çünki bitişik bucaq daha er. Kiçik yer bölünsün böyük yer. Bitişik bucaq kiçik yerdir. Kiçik qalet kiçik yerdir. Buradan kiçik yer beraber böyük yer vurulsun kosinus alfa bölü 2'ni alıram. O da B variantını görürəm. Növbəti 103. sualda deyir ki gel bunu biraz ilerledim. Burada yeri x. Düzgün olduğunu göre burada olacaq x. Bura neçədir müəllimə? 100 üstə gəl x deyil. Onda bu da olacaq 100 üstə gəl x. Bu da olacaq 100 üstə gəl x. Hamısı toplayırıq. 160. Bəli, 360. 200 üstə gələk 4x. 360 olacaq. Onda x 40 olacaq. Düzdür? Bəli. Burada 100 üstə gəl 40. Yəni neçə? 140.
Daxili bucaq 140-dırsa, xarici bucaq neçə olacaq müəllimə? 40. 360 da 40'a 40. bölüp. Bəli. Tərəflərin sayını soruşur. 360 xarici bucaqların cəmi bölü 40-a 9 olacaq tərəflərin sayı. 104-cü sualda baxırıq. Deyir ki, tərəfləri 12 və 16 olan ABCD paralelogramının və C bucaqlarının, onda burada nə deməlim? A bucağı deyəlim ki. Yoxsa Bəli. B və C bucaqlarının. Ad. Tənbələnlərin uzunluğu 14 olub, BD diagonalını N və N-liklərini kəsirsə, bəli. BD-ni kəsirsə A və C. A, B, C, D, BD diagonalını kəsir. Tak ki, biri burada kəsir müəllimə, biri də burada kəsir. M və N. İndi deyir ki, tərəflər neçədir müəllimə? 12 və 16-dır. 12 və 16. Müəllimə, bunlar tənbələn olduğuna görə, tənbələn xassəsinə görə, bax, bu parçaların nisbəti bunlardan mütənasib düzdür. 12-nin 16-nı xüsusilə aparım neçə düşür? 4. 4'e böldüm, qaldı neçə? 4'e böldüm də qaldı 3 burada, 4 də burada. Onda bura olacaq 3x, bura olacaq 4x, düzdür müəllimə? Bəli. B'də bütöv neçədir? 17. 17 yox 14. Yəni 7x 14'dür. X olacaq neçə? 2. 2. Yəni buranı versək salım. Yəni müəllimə bax, bura 8, bura silim. 6 və 8 onu 2'siyə böldü. Bura 6'dır, bura 8'dir. İndi eyni qaydan buradan belə gəldiyimə görə, bax, bura nə olacaq? Bax, bu hissə. 6 olacaq mı? Bəli. Onda bura qalacaq 2. Bəli. Bizdən də eməyini soruşur, o da 2. Emninin arası qaldı 2. Növbəti bunun davamı var, onu deyim mənə. Yoxsa yoxdur? Var. Var. Ona B. deyim. B mı? B. BN, bəli. İndi deyir ki, paralelogramda 2BM, 2MN, 2MN, 2MC bərabər BN-ə. Yəni, bura x desəm, onda bura 2x olacaq. Yəni, bura orta nöqtədir. Bura 90 olduğuna görə müəllimə, bura 90 olacaq. Çünki çarpazı olaq ona görə. Onda belə çıxır ki, DN nə deyir? Düz bucaq təpəsi çəkilmiş mediandır. O da hipotenuzun yarısına bərabərdir. İndi müəllimə baxırıq. Baxın nə? KN 2'dir. Bura 2'dir. DN hipotenuzun yarısına bərabər olmalıdır. Hipotenuz bizdə neçədir müəllimə? 4x'dir. 4x'in yarısı neçə olacaq? 2x. Düzdür? Müəllimə. DN hipotenuzdur. DN. Bax, bu düzbucaq üçbucağın hipotenuzu da yox, medianıdır. Hə, mediandır. Düzbucaq üçbucağın medianı, düzbucaq təpəsi çəkilmiş medianı hipotenuzun yarısına bərabər deyil. Bəli. İndi düzbucağın hipotenuz 4x'si yarısı olacaq 2x. İndi bax, bunun 2 buradadırsa, onda bura qalacaq 2x çıx 2. Düzdür? İndi bizdən soruşur AD-ni. Gəlin AD-yə deyirəm Y. İndi baxacam nəyə? Baxın, bax, bu düzbucaq, bax, bu üçbucaqlara baxacam. Bax buna. Oxşarlığı buradan gedim. Müxtəlif gedə bilər, amma mən biri gedirəm. İndi müəllim, bax, qaydaya görə nədir? Bax, Y bölünsün X. Başqa bir şey veriyib bizə? Yox. Buradan bu tapmayacağım, X tapmamışım belə. Yox, Y deyiləm, AD bütöv, AD. Y deyiləm, müəllim, AD. AD 4x'dir. BC neyinidir də, düzdür? İndi gəlin baxaq, oradan X tapacam. Bəli, indi tapa bilərik. Deməli, oldu nə? 4x'in X-ə nisbəti bərabərdir
2x plus 2x minus 2'nin 2'ye nisbəti. 2x minus 2'nin 2'ye nisbəti. Burada x'ler gidecek. Alacağıq 2x minus 2 beraber 8. X beraber 5 düzdür. Bizden soruşur AD'ni. AD'de 4x olduğuna göre 4 bölü 5'in 20 olacak. Bu variantı. Müxtəlif gedə bilərik. Mən belə getdim. Yenə də müxtəlif getdim. Mən oxşarına gedəcək. Başqa yolu var mı? Yox, elə getdi, belədir. Sonra müəllimə nəyə baxırıq? 106'ya. Diagonalların uzunluklarının fərqi 14 olan rombun perimetri. Bu da niyə buraya getirir hərdə? Gitti. Neçə mövzumuz qalıb müəllimə sizinlə? Hə. 5-6 mövzumuz qalıb, yoxsa neçə qalıb? Qalıb, xeyli qalıb, hə. 6'dan. Hə. Amma biraz çətin mövzular da bunlar. Həndəsədir. Harada qalmışdıq? Burada. 106'da qalmışdıq, elə müəllimə? Bəli. Bu kimi çəkmişdim, heyif. Hər dəfə yadıma düşəndə heyfim gəlir. Baxaq müəllimə, deməli 106'da deyir ki, diagonalların uzunluqları fərqi 14 olan rombun perimetri 52'dir. D1 çıx D2 beraber 14'tür. Perimetre 52 ise tərəf neçədir? 52'ni bölü rombun tərəflərin sayı 4'e 13. Yani D1'in kvadratı üstə gəl D2'nin kvadratı beraber 4A kvadratı. Yani 4 vurulsun 13'in kvadratı 169. Deyir ki, onun kiçik diagonalının uzunluğu nə qədərdir? Kiçik diagonal D2'dir təbii ki. Onda D1'in əvəzində mən yazacağım 14 üstə gəl D2. Aparam burada yerine qoyuram müəllimə. D1'in yerine yazıram 14 üstə gəl D2'nin kvadratı. D2'de bir x diyeyim de. 14 üstə gəl x'in kvadratı plus x kvadratı beraber 4 vurulsun 169. 169. Müəllimə, bu təmin yerli x taparsınız müəllimə. Yaxşı. Növbəti deyir ki 107. Çevrə xaricində çəkilmiş bərabər yan trapesiyanın çevrənin xaricində çəkilibsə, onda qarşı tərəflərin cəm bərabərdir. Böyük oturacaq, kiçik oturacağın 3 dəfə böyükdür. Daxilində çevrə var. Böyük oturacaq, kiçik oturacağın 3 dəfə böyükdür. Onda bura x desə, bura olacaq 3x. Qarşı tərəflərin cəmi 4x ise, bu yan tərəflər 4x olmalıdır. Onda 2x, 2x. Çünki daxilində nə var? Çevrə var ona görə. Deyir, trapesiyanın kör bucağı neçə dərəcədir? Mən hündürlük çəkəcəm. Bura median qədərdir. Median nə qədərdir müəllim? Ortacıqlar x və 3x ise median nə qədər olacaq? Yazıb ki, böyük oturacaqı kiçik oturacaqdan 3 dəfə böyük olarsa 4x orta xətti 2x eləyir. Bəli, bura 2x olur. Onda bəs bura qalır neçə müəllimə? Bura qalır, bura. Hə, ora. Hə, ora olacaq deyim x. Hə. Ora oldu 2x. Orada adi x qalır da deyir. X qalacaq, bəli. İndi bu üç bucağa baxırıq. Katet x'dir, hipotenuz 2x'dir. Katet hipotenuzun yarısına bərabərdir. Nə zaman? 30, 60, 90. Bəli, onda bura 30 olmalıdır, düzdür? Onda bura olacaq 60. Trapesiyanın iti bucağı 60'dır, amma bizdən soruşur kör bucağını. İti bucağı 60'dırsa kör bucağı 120. 120'dir. Növbəti baxırıq nəyə? Trapesiyanın 4 və 6 olan 6 vahidində çoxu trapesiyadır. Trapesiyanın 4 və 6 vahid uzunluqda olan diagonalları onun böyük oturacaqlı 23 və 37 dərəcəli bucaq əmələ gətirir. Trapesiyanın diagonalları 4 və 6'dır. 4 və 6. Birincisi 23 dərəcəli bucaq əmələ gətirir 4.
6 olanda 37 dərəcədə bucaq əmələ gətirir. Bura neçə dərəcədir müəllimi? Harda? Bu bucaq. Hə. O 180-dən çıxırıq 23-dən 37-nin cəmini 60 120. 120. Deyək ki, orta xəttini tapın. Bunu tapmaq üçün necə edəcəm? Əgər orta xətt diaqonal arasında qalan bucaq varsa, diaqonalın birini sürüşdürürük həmişə. Gəlin bax, bu diaqonal paralel çəkirəm buradan bax belə. Bura 6 idi, onda burada olacaq 6. Burada zaten 4 idi də, düzdür? Aradakı bucaq neçədir? 120. Bura A olduğuna görə bu da A'dır. Bura zaten B idi. Düzdür müəllimə? Hə. İndi biz odaqlanaq bax bu qırmızı üçbucağa. Hansı ki tərəfləri 4 və 6-dır. 4 və 6-dır. Aradakı bucaq 120'dir. Burada A üstəgəl B'dir. Kosinus teoreminə görə A üstəgəl B'nin kvadratı nəyə bərabərdir? Yəni bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. Üçbucağın yan tərəflərin kvadratlarının cəmi, yəni 4'ün kvadratı, üstəgəl 6'nın kvadratı, üstəgəl çıxılsın 2 vurulsun 4 vurulsun 6, kosinus 120. Kosinus 120-də mənfi 2'də 1'dir. Mənfi də mənfi nisbət edir 2'də 1. Düzdür müəllimə? Kör bucağına üstəgəl orada zaten bu. Buraya qısa gelir. Qalır nə? 16, 36, 40, 52. 24'də bu. 76 20. Onda A olacaq 76, 4 vur 19'da 2 kök altında 19. Oturacaqların A yox, A plus B'nin kvadratı. A plus B deməliyəm. Üçbucağın tərəfi A üstəgəl B'dir. A plus B'nin kvadratı bərabər nə? Onda A plus B bərabərdir 2 kök altında 19. Bizdən soruşur orta xətt. Orta xəttdə bunun yarısıdır da. Yəni kök altında 19'da da A variantı buradadır. Hə. Yəni diaqonal arasında qalan bucaq varsa birinkini yiyəcəksiniz onu müəllimə sürüşdürəcəksiniz mən çəkdiyim kimi. Paralel çəkəcəksiniz, yer çəkilmişə. Deyir ki, aşağıdakı hər hansı 4 bucağın tərəflərinin uzunluqları nisbəti verilmişdir. Bunlardan hansının daxilini çevrə çəkmək olar? Daxili çevrə çəkmək üçün qarşı tərəflərin cəmi bərabər olmalıdır. Məsələn, bax bu ikisinin cəmini çevir 4. Bu ikisinin cəmi 6. Olmaz bunlara. Bu yer neçə? 10. Bu olacaq 8. Olmaz. Bu olacaq 7. Bu olacaq 7. Bəli, bunu olar. Qarşı tərəflərin cəmi bərabərdir axı ona görə. Hə. Ona görə qalanlarında olmayacaq. Növbəti 110-cu sual deyir ki, çevrə daxilinə çəkilmiş trapeziyanın böyük oturacağı bu çevrənin mərkəzindən keçir. Deməli, trapeziya çevrənin daxilindədir və böyük oturacaq çevrənin mərkəzindən keçir. Belə, düzdür? Buradan. Bəri yanlıdır. Özü də bərabər yan olmaq məcburiyyətindədir. Bəli. Belə. Bərabər yan olacaq. Deyir ki, perimetrdə 30'dur. Diagonalı isə iti bucağın tənböləni olar. Diagonal çəkdimsə, bura alfa, alfa, onda burada alfadır. Onda belə çıxır ki, yan tərəflər nədir? Kiçik oturacaqların eynidir. Yəni, bunlar üçü də nədir? Bir-birinə bərabərdir. Yəni, bu 180 dərəcə yoxdur müəllimə. Bu 180'i 3 yerə bölmüşük. Onda hər biri neçə olacaq? 60 dərəcə. 60. Bura 60 olsa, Ora onda 30'dur. bura 30 olacaq. Bura 90 olacaq zaten. Niyə? Çünki mərkəzdən keçmiş bucaq. Düzdür? Burada sonra bizə nə deyir? İndi mən burada deyirəm A. 30'un qabağında A-sı bura olacaq 2A. Zaten bunlar da A idi. Düzdür müəllimi? Perimetri neçə olur? Neçə A olur perimetri? 3, 5A. O da deyir 30'dur. Onda A olacaq neçə? 6. Bizdən soruşur orta xətt. Orta xətt, bura 2 dəfə 6'nın 12 buradır. Burada 6'dır. Orta xətt nə olacaq? Oturacaqların cəminin yarısı. 6 ilə 12'nin cəminin yarısı. Yəni 9. B variantı. Paralelogramın kiçik diagonalı tərəfinə perpendikulyardır. Bunun şəkildə perpendikulyarlığını belə çəkilməlidir. Baxın.
Belə. Paralelogramın kiçik diagonalı nədir? Tərəfə perpendikulyardır. Uzunluğu 16'dır. Kiçik tərəfi 12'dir. Bunda Pifagora görə bulacaq 20. Düzdür müəllimi? Bəli. Kör bucaq təpəsindən çəkilmiş hündürlüyün uzunluğunu tapın. Kör bucağı buradır. Bax, ümumi bura kör bucaqdır. Bax, bu bucaq. Görmürəm Burada hündürlük yaranı. çəksəm, əslində o düz bucaqlı bucağın düz bucaq təpəsindən çəkilmiş hündürlük olacaq. O da olacaq nə? 6 vur 12 böl 20. Yox, 16 vur 12 böl 20. O da bayaq hesablamışdıq. 9 onda 6 edir. Növbəti ABC'də çərpələngdir. AM ilə BC bərabərdir. AM 10'dursa BC də 10'dur. Sonra deyir ki BN bölünsün CN 3 bölü 2'dir. Bura 3x'dir. Bura 2x'dir. Onda toplam 5x 10'dur. X bərabər nəyə? 2'ye. Onu gəlin buranın şəlgə salın mən biraz. Yazmadı bunu gelin. Gelin toka takım. Deməli buranın şəlgə salaq deyir ki buranı sileyim. Deyir ki bura x 2 idi. Burada neçə idi? 3x yəni bura 6'dır. Burada 4'tür. Toplam 10 idi də. İndi deyir ki AD ilə CD bərabər. Yəni bunlar bərabər yanlıdır. Yəni buradan bir çəksəm əgər mən bura nə olacaq? Həm median həm də hündürlük olacaq. Düzdür? Bəli. Bax ki bura x məsəl üçün nümunə deyirəm. O x yox ha. X yazmışam mən. Y olsunlar. İndi deyir ki bizə nəyə soruşur bizdən? MN'i. MN'i. MN tapmaq üçün buradan parça bu hissələ bölünüb deyil mən. Bunu mən belə çəkəcəm. Düzdür? Baxacağım bax bu üç bucağa. Bax bu göz çərpənək kimi bax görürsünüz müəllimi. Belə. Mənə soruşur MN'i. MN'də deyirəm də deyirəm nə? M nə istəyim A deyim də fərq yoxdur. A deyim. Mənə soruşur A'nı. İndi müəllimə bax buradan oxşarlıqdan alacağım ki bax burada deyirəm T. Y-in T'yə nisbəti bərabər nəyə? Onun A'ya nisbəti. Bəs Y-in T'yə nisbətini hardan alacağım mən müəllimə? Bax buradan alacağım. Belə. Y-in T'yə nisbəti bərabərdir. Burada toplam 10 idi. Onun 6'ya nisbəti. Oxşarlıqdan. Aparım burada yerinə qoyuram. 10 bölünsün 6. Düzdür? Bunda A neçə olacaq? 6 idi. Emin 6'dır. Başka bir tapmaq olardı bunu. Medyandır. Bu ise medyan değil. Yok. Elə böyle başka bir tapmaq bilmirəm. Ağlıma bu geldi. Çünkü burada kəsmə var. Burada bölünmə var. Demin oxşarlıq ağlıma geldi ancaq. 2 dənə oxşarlıqdan istifadə edim müəllimi. Ağlıma başka şey gelmedi. O geldi. Növbəti baxaq buradan. Deyir ki ABC'de paralelogramda SM tembölen bir alfa alfa. ADY 24'tür, SMD 46'dır. Olarsa A'nı tapın. A ilə C eynidir də. Buradan mən belə çəkirəm
tembele, daha doğrusu bir paralel çekilen müellime. Düzdür. Bak müellime görsün böyle. Onda bura neçə olacaq? 24. Düzdür. Çarpazda axı z tərəfi qaydasına göre. Onda bura qalacaq neçə? 46'da 22'de bura qalacaq. Buradan da böyle baxıram. Onda bu da 22 olacaq. Bu da 22 olacaq. Sev toplam neçə olacaq? 44. A'nın şeyini de ona göre burada 44 olacaq. A oldu 44. Asan yolunu tapdıq. B variantı. Növbəti deyir ki, ABC'de düzbucaqlıdır. Yəni burada düzbucaqdır. CM 3'tür. 3'tür. MN 1'dir. Burada deyirəm tak ki X düzbucaq təpəsini çəkilmiş hündürlüyün kvadratı, yəni 3'ün kvadratı bərabərdir 1 vurulsun X. Onda X olacaq 9. Düzdür müəllimi? Bəli. AD'ni soruşur. AD ilə də elə BC ilə də Pifagorun tapacağıq onu. Y'ın kvadratı bərabər 9'un kvadratı üstə gələk 3'ün kvadratı da 3 3'ün kvadratını çıxarsam əgər ya da nə demək? 81 üstə gəl 9. O 90 20. 90. O da 3 kök altı 10. A Bəli. variantı. Növbəti məsələmiz 115. Deyir ki, trapeziyadır. SM ilə MD bərabərdir. Bura orta nöqtədir. Çox vaxt burada nə deməli? Ya orta xətt çəkirik, ya da median çəkirik. Baxacağıq. AK 5x'tir. KM 2x'tir. BS 12'dir. AD'ni soruşur bizdən. Onda buradan çəkəcəm belə hökmən. Paralel çəkəcəm. Orta xətt olduğunu görə bura olacaq 6. Düzdür müəllimə? Şübhədən orta xətt daxil. Sonra baxacam belə. Bax belə bax buna bax belə fikir. 2 dənə belə şübhəsə oxşar daxil bunlar. Onda Y-in 6'ya nisbəti 5x'in 2x'ə nisbətinə. X'lər də gedir 5'in 2'yə nisbəti. Y bərabər 15. Gördün müəllimi? Bəli. Növbəti sualımız yeni orta xətt var, orta nöqtə var. Yəni bura ortadır yenə. Verilənlərin əsasına AM'in uzunluğunu tapın. Buradan bir çəkəcəyik orta xətt. 11 ilə 19 verilibsə orta xətt necə olacaq? 30 yarısı 15 ilə 16'nın da yarısı 8. Bura düzbucaq çünki paralel çəkmişəm də. Onda bu üçbucaqdan Pifagor teoremindən olacaq bura 17. Orta nöqtə versin müəllimə çox vaxt yenirik. Orta xətt çəkirik ya parallelogram median çəkirik. Ağlımıza bu gəlməlidir. Növbəti deyir ki, AM 3x'tir. BM 5x'tir. OH 10'dur. CD'ni soruşur bizdən. CD. Yəni 5x soruşur da bizdən. İndi müəllim buna yenə bayaq bir dənə qaydada yazıb çəkmişdim. Bax müəllimə. Bunlar üçü də nədir? Bir-birinə paraleldir. Və yolunu nə edirik? Bax belə. Ortadakinin tərsi, yəni 1/10 bərabər qıraqdakilərin tərslərinin cəmi. Burada alalım ki, 10'da 1 bərabər. Bunların orta məxəci 40'da, 40x'də 8'dir. Yox, 40 niyə oldu ki orada? 40 niyə 15'i? Niyə 40 yazdım ben? 3x 8 kimi gördüm. 8 kimi gördüm. Şeydim daha doğrusu. 15x'də 13x düzdür. Yox, 8x. 8x. 15'de 8. Buradan ne alıram? 15x'de 8'i. 8x yok. Böyle. Oradan alacağım ne? 15x beraber 80. 5x beraber de
3'e böldüm. 3 gelmedi axı neyse. 15x beraber 3, 5. Düzde. 5x soruşu bizden. Neyse verin. Tezden bir de bakın. Mənə bizdən elə 5x-i soruşur da, artıq hesablamaya ehtiyac yoxdur. Elə 80 edir. Yok yok. 5x değil 15x idi o. Hə, 15x sonra 3-ə bölərik Hı. də. 3-ə bölərik. 83'e bölünmedi axı. Hə, 80. AM. Peki yerine gelmişsin peki. AM. He yerine gelmişsin müellime. 3x buradır. 2x buradır. Hə, 1 bölü 10 beraber. Her bir kurda değil ben. 1 bölü 2x plus 1 bölü 5x. 1 bölü 10 beraber 10x de 7. 10'da x beraber 7'dir. Bizden de 5x soruşur 35. Lanet olsun şeytan neyse verelim yine. AM3 BM5 BM hanı. Allah'ım bunları iyi seviyordmuşum müellime. He. Yolum düzde bunların yeri seviyordmuşum. Harfler kırdı değil ben. AM3x AM da bak müellime. AM bakın. 3x budur. BM burada değil. 5x hə, buradır. Burası 8x olacak. 1 bölü 10 beraber 5x'de 1, 8x'de 1. Bəli. 1 bölü 10, 40x'de 13x. Bayaqdan bu rəqəmlərin hamısını yazmışam. Buradan alıram ki hə, 4, x beraber 4 bölü 13. hə. Bizden soruşdu CD'ni. 8 vurulsun 4 neyse yazırım. Ay Allah gene mi? 8 ile 5'in girmeli mi? AM3, BM5 bu düzdür. Toplam 8. 5x bunlar düz topladım müəllimə. 13. 13x yox, 13, 13, 13, 13. X aşağıdadır, lanet olsun şeytana. 1 bölü 10 beraber 1 bölü 5x ad şeyinler 3 defa ilerleme 1. 8x. 1 bölü 10 beraber 40x'de 13. Bak böyle olacak müəllime. Buradan da ekstra yaparsam 1 beraber 13 bölünsün 4x. 4x beraber 13'tür. Bizden sorusu 8x'i. Onda 26 olacak. Ahırki nihayet. 40 Hə. defa sefer yerine sonra. 40 defa hesaplama sefer yerine sonra tapdık ahırki. Müəllimə, bu növbətdir. Bir de bunu deyim yaxşı. Deyir ki, bayaq mən demiştim ki, eğer iki tane tembelin kesişirse burada 90 olur. Ve hündürlük lazımsa yine tembellerin kesişme noktasından tap çekeceğim bak böyle. Düzdür. O da neye beraberdi? Düz buza tepesi çekilmiş hündürlüğe beraber. Hündürlüklere beraber teresi ayrı ayrı. İndi bura 10'dur, bura 6'dır, bura 8 olacak. Onda bura 4, onda 8 olacak. Düzdür. 6, 8 vurdum birbirine böldüm ona da. Hə, hə, 4'ün düzdür. 8. Onda bu da onun 2 katı olur. Yani 9, onda 6 olur. Bu da 9, onda 6. Bizden soruşur AH'ı x kvadratı beraber 10'un kvadratı çık 9, onda 6'nın kvadratı. Onda vuruklarını ayırdık. A kvadrat çık B kvadrat kimi. Toplayanda 19, onda 6 çıkanda 0, onda 4. Yani 196 vurulsun 0'dan 0, 4. X ile beraber bundan çıkar 14. Bundan çıkar onda 2. O da Çöndüz. 22, onda 8 belli. Hı. Biri. Karnlarına mənim keşke bak gözüne geçseymişim. Heyif, çok heyif. Heyif oldu əziyyətim. Qalanlarına siz bakarsınız müəllime yine de. Yaxşı müəllim. Yeni yazar mədəniyyəsini niye kömək edəcəm mən narahat olmayın. Görüm imkanınızın tezini çekeceğim. Çekebilsem. Bakın, vaxtım çatmıyor. Yoksa çekerim ne var ki.